Bu şəxslərin daha tez pensiyaya çıxması təklif olunur. Təqdim edilən dəyişiklik pensiyaların ödənilməsində maliyyə təminatının genişləndirilməsi və fiskal dayanıqlığın gücləndirilməsi baxımından vacibdir. Qafqaz.info xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin dünən keçirilən iclasında əmək pensiyaları haqqında qanun müzakirəsi zamanı bildirib. O əlavə edib ki, dövlət büdcəsi ilə Dövlət Sosial Müdafiə Fondunun maliyyə öhdəliklərinin dəqiqləşdirilməsinə xidmət edir. Dəyişiklik dövlət büdcəsi hesabına güzəştli şərtlərlə pensiyalananların dairəsinin genişləndirilməsinə xidmət edəcək. Məhz bu səbəbdən dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fonduna transferlərin məbləği 2025-ci ildə əvvəlki ilə nisbətən 208 milyon manat artırılaraq 1 milyard 600 milyon manata çatdırılır. Güzəştli şərtlərlə pensiya yaşı müəyyənləşdirilən zaman kəmiyyət indikatoru ilə yanaşı keyfiyyət meyarından istifadə edilməsi məqsədə uyğun olardı. Bugün müzakirə etdiyimiz əmək pensiyaları haqqında qanuna əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 8 yaşınadək övladlığa və ya qayyumluğa götürülmüş uşaqlara da daxil olmaqla 5 və daha çox uşağı olanlar 5 il daha tez pensiyaya çıxırlar. Müzakirə etdiyimiz dəyişikliklərlə onların pensiya təminatı dövlət büdcəsi hesabına həyata keçiriləcək. Bununla belə 5 uşağı olanla 5-dən çox uşağı olanların pensiya güzəşti eynidir. Halbuki uşaqların sayına görə pensiya yaşının azaldılması daha məqsədə uyğun olardı. Bu halda daha çox övladı olan valideynlər daha tez pensiyaya çıxa bilərlər. Bu kontekstdən pensiya yaşının müəyyənləşdirilməsində keyfiyyət meyarlarından istifadə sosial təminat baxımından da arzu olunandır, deyə deputat bildirib. Deputat Şalə Əliyeva isə bildirib ki, çoxuşaqlı ailə anlayışına yenidən baxmalıyıq. Bugün dünyamızda və ölkəmizdə 5 və daha çox uşağı olan ailələr nadir hadisəyə çevrilir. Gündəlik həyatımızda gördüyümüz kimi ailədə 3 və daha çox uşaq varsa, bu hardasa çoxuşaqlı ailə sayılır. Ona görə də düşünürəm ki, həm ölkədə demoqrafik vəziyyəti, həm doğum ölüm nisbətinin təsadüf olsun ki, bərabərləşməsini nəzərə alaraq çoxuşaqlı ailə anlayışı məsələsinə bir daha qayıtmalı və yenidən baxmalıyıq. Milli Məclis olaraq biz öz təklif və tövsiyələrimizi bu məsələdə verə bilərik deyə millət vəkili əlavə edib.